bizim Peyğəmbərimizin, onun pak əhl-i beytinin, məsum imamlarımızın sözlərində, hədislərində də var ki, necə bir gündür. İmam Rıza əleyhissalam buyurur ki, Aşura günü elə bir gündür ki, bu gündə biz əhl-i beytin qanını halal bildilər. Təəssüflər olsun. Hətta bu Məhərrəm ayı cahiliyyət dövründə bir hörməti vardı, möhtərəm bir ay sayılırdı. Amma İmam Rıza əleyhissalam buyurur ki, belə bir ayda bizim əhl-i beyti əsir elədilər. Qadınları, uşaqları əsir elədilər, onlara hörmətsizlik elədilər. Peyğəmbər xanədanına, Peyğəmbər ailəsinə qarşı bugün bir qətl-am oldu Kərbəlada və bu bir faciədir İslam dünyasında. Ziyarət Aşurada oxuyuruq ki, belə bir müsibət göylərdə, yerlərdə həqiqətən də olmayıb ki, Peyğəmbər balasını susuz qoyasan, balaca uşaqları, qadınları susuz qoyasan və onlara qarşı bu cinayəti eləyəsən. Hicri qəməri tarixi ilə 61-ci ildə belə bir faciə yaşandı Peyğəmbərimizin əhl-i beytinə, İmam Hüseyn əleyhissalama. Kimdir İmam Hüseyn əleyhissalam? İmam Hüseyn əleyhissalam o insandır ki, 6 yaşına qədər, 7 yaşına qədər əziz Peyğəmbərimizlə, İslam Peyğəmbəri ilə ki, babasıdır, onunla bir yerdə yaşayıb və Peyğəmbərimiz ona öz sevgisini müxtəlif formalarda bildirib, öz məhəbbətini müxtəlif formalarda izhar edib Peyğəmbərimiz. Hətta Peyğəmbərimiz nübüvvət elmi ilə, Peyğəmbərlik elmi ilə biləndə ki, Cənab-ı Cəbrəil ona xəbər verəndə ki, İmam Hüseyn əleyhissalamı şəhid eləyəcəklər, həmin bu müsibəti yad eləyib, ağlayıb. İndi bəziləri düşünür ki, bu ağlamaq hardan çıxıb, amma bu Peyğəmbərin şəriətində, Peyğəmbərin sünnəsində var. Əgər biz Peyğəmbərin sünnəsi ilə gediriksə, Peyğəmbərimizin özü bu hadisəni ki, gələcəkdə baş verəcəkdi, yad eləyib, ağlayıb və hətta İmam Hüseyn əleyhissalamın tarix yazır ki, alnından öpürdü, üzündən öpürdü, hətta boğazından öpürdü. Soruşurdular ki, ya Rasulallah, siz niyə bu balanı bu qədər öpürsünüz? Deyirsiniz, bilmirsiniz, mən daşların, oxların, nizələrin və qılıncın yerindən öpürəm. Gün gələcək bu balama Kərbəlada o qədər daş vuracaqlar, o qədər qılınc, nizə yarası vuracaqlar və mübarək başının bədənindən ayıracaqlar. Həzrət Peyğəmbər bunu deyib, Hüseyni basardı bağrına, o qədər ağlayardı. Əli əleyhissalam ağlayardı, xanım Zəhra ağlayardı. Hətta yazırlar İmam Həsən ağa, Həzrəti İmam Hüseyn əleyhissalamın qardaşı elə ki, deyir, cigərləri içərdə zəhərdən, içdiyi zəhərli sudan parçalandı, qan qaytarırdı bir təşdin içinə, qabın içərisinə. O zaman deyir, İmam Hüseyn əleyhissalam İmam Həsən ağanın yanındaydı və baxdı, gördü ki, İmam Hüseyn əleyhissalam ağlayır. Soruşdu ki, Hüseyncan, niyə ağlayırsan? Dedi, axı qardaşımın halını görürəm. Gör, qan qaytarır qardaşım. Onun zəhər cigərlərini nə cür parçalayıb? Həsən, sənin halva ağlayıram. Dedi, Hüseyncan, ağlamalı mənim halım deyil. Ağlamalı sənin halındır ki, su kənarında susuz sənə saxlayarlar və 30 min qoşun sənin üstüvə düşər. Hərə bir yerdən daş vurar. Həzrət Peyğəmbər öz evində şəhid oldu. Öz evində dünyasını dəyişdi. Bəzi rivayətlərə görə Peyğəmbəri də zəhərlə dünyadan aparıblar, şəhid eləyiblər. Həzrəti Əli əleyhissalam öz evində dünyasını dəyişdi, şəhid oldu. Həzrəti xanım Zəhra həmçinin düzdür, onlara da zülm olundu, haqsızlıq olundu. Amma öz evlərində, öz əzizlərinin yanında, öz yaxınlarının yanında Həzrəti Əli əleyhissalam, xanım Zəhra canlarını tapşırdılar, dünyadan köçdülər. İmam Həsən əleyhissalam da, İmam Həsən əleyhissalam dünyadan köçəndə qardaşı İmam Hüseyn əleyhissalam yanındaydı. Bu 5 nəfər ki, Ali Əba deyirlər, Peyğəmbər, Həzrəti Əli, Həzrəti Zəhra, İmam Həsən, İmam Hüseyn, 4-ü öz evində, öz yaxınlarının, öz əzizlərinin yanında dünyadan köçüblər. Amma o 5-ci xamisi Ali Əba deyirlər, Ali Əbanın 5-cisi İmam Hüseyn əleyhissalam, o
qərib bir yerdə, bir çöllükdə, Kərbəla səhrasında susuz can verdi. Heç kəsi yox idi yanında. Bir çuxur yerdə düşüb, tək, tənha İmam Hüseyin əleyhissalam dünyadan köçür və ağanı şəhid eləyirlər. Ona görə İmam Rıza əleyhissalam buyurur ki, fə'ala mislil Hüseyn fəlyəbkil bakun. Ağlayanlar gərək İmam Hüseyin kimi sana ağlasınlar. فَإِنَّ الْبُكَاءَ عَلَيْهِ يَحُطُّ الذُّنُوبَ الْعِظَامِ. Bu ağlamaq böyük-böyük günahları insan üçün bağışlayar, əff eləyər.